Nə bilim, nə iqtisad Bir də deputatlar agentovuna çıxıblar, qardaş. İndi canım üçün, bax, mənim canım üçün deyirəm. Bunlar məktəbə, o böyle gedir də yoxlamadı ilə, yəni gedəndə baxasınız ki, o məktəb direktoruna, o müəllimə necə həqarətlə yanaşırlar. Onlar izahat alma üsulunu görsəniz. Gestapodur da. Gestapo qələt edir. Mən Bakı Şəhər Təhsil İdarəsində kadr üzrə aparıcı məsləhətçi işləyirdim. Qardaş, orada bir polis var idi, o da yazıq elə orada dururdu ki, dabaşava olmasın. Müəllim gəlirdi, valideyn gəlirdi, birbaşa kabinetimə sözünü deyib çıxır ki, indi məktəb direktoru Nərminə Hüseynovanın qəbuluna düşmək üçün əvvəlcə qapısının qəbuluna düşməli. Oradan indi pillə-pillə bu həftə qapısının qəbuluna, gələn həftə nə bilim sürücünün qəbuluna, belə Nərminə xanımın qəbuluna düşmək üçün məktəb direktoruna 2 ay var. Hala Nərminə xanımın qəbuluna. Nərminənin qəbuluna düşməyə 2 ay vaxt lazım. Açın bu qapıları. Müəllim bandit deyil, oğru deyil, quldur deyil. Deyirsiniz ki, siz rüşvət almırsınız, güya bunlar rüşvətin qabağını alır. Siz rüşvəti elə yaxşı alırsınız. Rüşvəti bahalaşdırırsınız. Mən rüşvət verəndən, vermək istəyəndə, almaq istəyəndə, heç sənin otağına ihtiyac yoxdur, onu harada lazım gəlsə verəcəm də, alacam da. Siz kimin gözünə kül üfürürsünüz? Açın qapıları, açın. Heç vaxtı mən o idarədə 10 il işləmişəm, o idarənin qapısında o qədər şikayətçi valideyn görməmişəm. Heç bir ayda o qədər adam, bir gündə gələn şikayətçi bir ayda olmuyor orada. Bir ildə olmuyordu. Siz gör, neynəmisiniz ki? Axın şikayətçi var. Gedi, bir gün kameramızda götürək, gedək ora çəkilişə. Gedək gör, o qəbul otağında cəmaat, gör necə qan ağlayırlar. Gedək çəkək. Və mən gedəcəm, mən müxbir kimi operator çəksin, mən danışacağım. Gedək. Görün o cəmaata siz nə zulm edirsiniz. Qobustandan durub uşağını alıb əlinə gəlibdir. Nədir? Ən adi bir şeydir. Ən adi bir məsələdir. Məktəbdə həll olunması məsələ. Yaxşı, necə olur? Sən müəllimi qəbul eləmirsən, amma elemental bir şikayətə görə balaca bir şagirdi qəbul edirsən. Bəli. Yox, bu nə yanaşmadır? Bir müəllimi bu vəziyyətə salırsan, indi o dərhal müəllimə cəza verdiniz, şiddətli töhmət verdiniz, aşağıladınız, diz çöktürdünüz, üzr istətdiniz, yaxşı elədiniz. Şagirdə nə elədiniz? Hürdüyünə görə şagirdə hansı tənbihi tətbiq elədiniz? Yox. Olmaz da. Qutardı, o uşaq o məktəbi yandırmır böyük şey. Hörmət edir. İctimai yerdə xuliqanlıq bir maddəsi var. Bəli. İctimai yerdə olmaz. Cəmaatın tərbiyəsi var. Müəllim fiziki zor tətbiq eləmədi. Yox, bunlar özlərin Avropalı sahibi. Töhmət almadı. O şagird nə elədi? Nə Avropa? Avropada bəyəm elə uşaq hürüyür məktəbdə. Yox, Avropa bizimki kimi deyil, valla bizdə bardaqdır, bardaq. Ya bir məsuliyyət hissi olmalıdır. Uşağın hüququ olduğu kimi vəzifəsi də var. Harada yazılıb ki, sən dərsdə hürməlisən? Cəmiyyətə açıq hörmətsizlik deyil, xuliqanlıq deyil. Əlbəttə, ictimai yerdə asayişi pozmaq, xuliqanlıq. Nətər olur, bu müəllim ona bir kəlmə söz deyə bilmir, cəza alır. O orada konsert verir, 30 uşağın içində hürür, təhqir olunur. Müəllim özünü təhqir olunmuş adam hesab edir. Əlbəttə təhqir olunur da. Hörmətli İnter TV, siz yazırsınız ki, Aqil müəllim barmaqlarım mazal oldu yazmada. Axı sualı cavablandırdı və verilişin əvvəlində repetitorlarla bağlı danışdı və sizin sualınıza dedi ki, xeyr, Təhsil Naziri repetitor institutunu ləğv eləmək haqqında düşünmür. Sualınızı təkrar edirəm, Şəmsi müəllim. Demək, istəyirsiniz yekunlaşdıraq mı sualı, yoxsa? Necə istəyirsiniz? Demək, repetitorluq Azərbaycan təhsilinin inkişafına necə təsir edir? Əgər repetitorlar fəaliyyəti yığışdırırlarsa, onda Azərbaycan təhsilini nələr gözləyir? Təhsil Naziri repetitorluğun ləğvinə çalışır və bu barədə çıxışında da qeyd edir. Bu necə olacaq? Cavablandırdım ki, Təhsil Naziri repetitorluğun ləğvinə çalışmır. Desə də inanmayın. Bəli. Bu bir. İkinci, bu saati repetitorluğu yığışdırsaq, ali məktəblərə qəbul getdi şimdi alır.
Aynen. Çünki hələ yenidən gəlib təzədən təhsil məktəbə qayıtsa, təhsil məktəbdə deyil indi. Kurslardadır. Emin Əmrullayev də bir kursdan gəlib. Əvvəl kursda işləyib. O bütün kadrları da kurslardan yığıb gətiribdir. Özü cəmaata imtahan eləyir. Amma öz kadrlarının heç biri imtahan verib müəllim işləməyibdir. Asif Əzizbəyli, Aqil bəy, zəhmət olmasa Şəmsi müəllimdən soruşardınız ki, Neftdən gələn gəlirlər azalasa hakimiyyət nə ilə kompensasiya edəcək, cərimələri nə vaxta qədər artıracaq? Yox, Şəmsi müəllim təhsillə bağlı suallar verir. İnter TV, dərsdə it kimi hürmək yox, insan kimi danışmaq lazımdır. Əla, təşəkkür. Təbii. Və digər bir suallarımız var. İskəndər adlı izləyicimiz yazır ki, nəinki şagirdin, habelə heç kimin dərsin gedişatını pozmaq səlahiyyəti yoxdur. Bəli, Tam düz. Amma pozana heç nə demədilər. Məsuliyyəti insana dəvət eləyəni gözünü çıxartdılar. Misirin vaxtında az-maz hörmət var idi. Lap yaxşı Ondan hörmət sonra var idi. təhsil ölüb. Mən bir dəfə görmədim ki, Misir müəllimi qoyub, müəllimi müdafiə eləməz. Ən kritik anda da, ən sona qədər da indi müəllim şitini şorunu çıxardanda onu heç kim müdafiə eləməz. Misir müəllim idi. Misir müəllimə deyəndə ki, hadisə belə olub, o saat onun mahiyyətini bilirdi. Çünki məktəbdən gəlmiş adam idi. Onda bilirdi ki, müəllimi bu yerdə müdafiə eləmək lazımdır, yoxsa yox. Telman Mahmudov yazır, Şəmsi Qoca məktəblərdə təlim-tərbiyənin təhsilin güzgüsüdür. Təşəkkür edirəm. Şahmar Məmmədov yazır, məktəbdə nə qədər kişi müəllimlərdən sayın artırmaq lazımdır. Kişi müəllim gələrmi? Hansı dəli kişi gedər müəllimlikdə? Bu da kişi müəllimi gözünü çıxartdılar. Gözü çıxan qardaşından dərs alan gələr. Belə bunlar kişilərə qərib olmaqdan ötürü bu məsələ orasında. Azərbaycan kişisini sındırmaqdan ötürü. Kişi ona görə getmir məktəbə. Bu kişi müəllimin səbrinin, rus demişdən, terpeniyasının həddi olurdu. Üzrsən, İnter TV bir sual da verib, indi gördüm. Əksər işə göstərənlər kollec məzunlarını işə götürmək istəmir. Çünki kolleclərdəki ixtisasların demək olar ki, hamısının daha yüksək səviyyəli ali təhsil variantları